bürcü 31 Mart 2026-cı il. İtkilərdən və səhvlərdən qaça biləcəksiniz. Əgər hadisələrə real baxsanız və öz imkanlarınızı şişirtməsəniz, tələsik qərarlar verməyə dəyməz. Xüsusən də söhbət iş və maliyyədən gedirsə, xırda şeylərdə diqqətli olun. Əhəmiyyətsiz görünən detalları görməyə çalışın. İstisna deyil ki, sonradan onlar mühüm rol oynasın. Ünsiyyətdə seçicilik və ehtiyat vacibdir. Bugün ətrafınızda xüsusilə çox şübhəli insanlar olacaq və onlarla nə sirlərinizi, nə də başqa vacib məlumatları bölüşmək düzgün olmazdı. Hər hansı ciddi işdə köməyə ehtiyac yaranarsa, daha yaxşısı yaxınlarınıza müraciət edin. Boğa bürcü 31 Mart 2026-cı il. Günün birinci yarısında sağlam düşüncə və hərəkət etmək sizə o qədər də asan olmayacaq. Ətrafda həddindən artıq çox cazibə və vəsvəsə olacaq. Bir çox boğalar ani istəklərinin təsiri ilə hərəkət etmək, öhdəliklərini unutmaq istəyəcəklər. İşlərə diqqəti cəmləmək çətin olacaq. Siz adət etdiyinizdən daha tez yayınacaqsınız. Amma buna baxmayaraq ciddi səhvlərdən qaçmaq mümkün olacaq. Günün ikinci yarısı daha məhsuldar keçəcək. Əvvəllər başladığınız işləri tamamlayacaq. Çətin tapşırıqların həllinin öhdəsindən uğurla gələcəksiniz. Köhnə münaqişələrin nizamlanması, həmçinin gəlirinizi artırmağa və ya karyera pilləsinə yüksəlməyə kömək edəcək məlumatların alınması mümkündür. Əkizlər bürcü 31 Mart 2026-cı il. Bəzən çətin olacaq, amma yenə də ulduzların dəstəyinə arxalana bilərsiniz. Bir çox iş məsələlərinin həlində intuisiya sizə kömək edəcək. Onun sayəsində qeyri-müəyyən görünən vəziyyətlərdə tez istiqamətlənəcək və kimsə sizi çaşdırmağa çalışsa belə xoşa gəlməz səhvlərə yol verməyəcəksiniz. Fərqli insanlarla yola getmək, hətta maraqları sizinkindən çox fərqlənənlərlə razılığa gəlmək bacarığı faydalı olacaq. Xoş tanışlıqlar istisna deyil. Onlardan biri romantik münasibətin başlanğıcı ola bilər. Amma çalışın başınızı itirməyəsiniz və hadisələri tələsdirməyəsiniz. İndi sağlam düşüncə ilə hərəkət etmək vacibdir. Xərçəng bürcü 31 Mart 2026-cı il. Ulduzların dəstəyinə arxalana bilərsiniz. Yolunuzda maneələr yarana bilər. Amma siz onları tez aşmağın yolunu tapacaqsınız. İş layihələrindəki müvəqqəti gecikmələrə fəlsəfi yanaşmağa çalışın. Onlar planlarınıza heç cür təsir etməyəcək və başladığınız işi başa çatdırmağa mane olmayacaq. Sizi ruhlandıracaq, daha müsbət əhval-ruhiyyəyə kökləyəcək yaxşı xəbərlər ehtimal olunur. Xoş görüşlər, həmçinin qarşınızda yeni peşə imkanları açacaq tanışlıqlar mümkündür. Öz gücünüzə inanın və müsbət əhvalı qoruyun. Başlanğıclarınızın uğuru böyük ölçüdə məhz bundan asılı olacaq. Şir bürcü 31 Mart 2026-cı il. Günün başlanğıcı sizi məyus edə bilər. Bu vaxt işlərdə gecikmələr, gözlənilməz çətinliklər, fikir ayrılıqları və mübahisələr mümkündür. Zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək və siz kifayət qədər israrlı olacaqsınız. Nəzərə çarpacaq irəliləyiş əldə edə biləcəksiniz. Son vaxtlar düzgün yol seçib seçmədiyinizə də şübhə edən və işinizi dəyişməli olub olmadığını düşünən şirlərin karyera pilləsində yüksəlmək şansı yaranacaq. Günün ikinci yarısı uğurlu olacaq. Mühiti dəyişmək, yeni yerlərdə olmaq və ünsiyyət dairəsini genişləndirmək qərarına gələnlərə çoxlu müsbət emosiyalar bəxş edəcək. Bu vaxt alış-veriş üçün də faydalı olacaq. Yaxşı əşyaları artıq pul ödəmədən almaq şansı yaranacaq. Qız bürcü 31 Mart 2026-cı il. Hər şey sizə asan başa gəlməyəcək. Bu gün xüsusilə özünüzü ələ almaq, təxribatlara uymamaq və mübahisələrdən qaçmaq vacibdir. Əgər işdə və evdə ciddi qarşıdurma yaransa, münasibətləri qaydaya salmaq çətin olacaq və hətta xırda inciklikləri də sizə uzun müddət xatırladacaqlar. İstisna deyil ki, başqalarının problemlərinin həllinə diqqət yetirmək üçün öz işlərinizi təxirə salmalı olacaqsınız. Yaxınlarınıza qarşı xüsusilə səbirli olmağa çalışın. Onların zəif cəhətlərinə anlayışla yanaşın. Əgər onların dəstəyini ala bilsəniz, özünüzü xeyli yaxşı hiss edəcəksiniz. Tərəzi bürcü 31 Mart 2026-cı il. Gün mütləq hansısa qeyri-adi hadisələr gətirəcək. Bugün işlərdə təşəbbüs göstərmək yeni bir işə başlamaq üçün uyğundur. İstisna deyil ki, başqalarının öhdəsindən gələ bilmədiyi işlərdə siz uğur qazanacaqsınız. Amma çətin ki, kimsə sizin qələbələrinizə paxıllıq etsin. Çünki hamıya aydın olacaq ki, bu uğurları siz xeyli səy göstərərək qazanmışsınız. Günün ikinci yarısında qeyri-adi görüşlər ehtimal olunur. Vaxtı ilə birlikdə işlədiyiniz və ya yaradıcı layihələrdə iştirak etdiyiniz insanlar yenidən özlərini xatırlada bilərlər. Bəzi tərəzilər çox cəlb edici əməkdaşlıq təklifləri alacaqlar. Əqrəb bürcü 31 Mart 2026-cı il. Günün başlanğıcı çətin ola bilər. Xüsusən də bu vaxtda vacib görüşlər, ictimai çıxışlar və ya peşəkar tədbirlərə qatılma planlaşdıranlar üçün özünüzü necə aparmağın daha yaxşı olacağı dərhal aydın olmayacaq və xoşa gəlməz səhvlər etmək riski var. Üstəlik bir çox əqrəblər üçün emosiyaları nəzarətdə saxlamaq çətin olacaq. Belə bürc nümayəndələri sonradan peşman olacaqları sözlər deyə və ya hərəkətlər edə bilərlər. Amma tezliklə müsbət meyillərin təsiri güclənəcək və siz özünüzü xeyli daha inamlı və sərbəst hiss edəcəksiniz. Günün ikinci yarısı həm də çox yerinə düşəcək, pul daxil olmaları ilə sevindirəcək.
Ox atan bürcü 31 Mart 2026-cı il. Sizi ən asan günlərdən biri gözləyir. Amma bütün sınaqların öhdəsindən gələcəyinizə şübhə yoxdur. Bir çox iş ciddi yanaşma tələb edəcək. Onlara yüngül yanaşmaq və hər şeyin öz-özünə uğurla alınacağına bel bağlamaq olmaz. Qələbə qazanmaq üçün xeyli çalışmalı olacaqsınız. Bunu unutmasanız əla nəticələr əldə edəcəksiniz. Tələsik qərar verməyənlər maliyyə itkilərindən qaça biləcəklər. Söhbət kiçik məbləğdən getsə belə hər şeyi bir daha düşünüb ölçüb biçmək daha yaxşıdır. Oğlaq bürcü 31 Mart 2026-cı il. Sizi böyük qələbələr vəd edən çox uğurlu bir gün gözləyir. Enerji axını hiss edəcəksiniz və bu enerji əvvəllər alınmayan işlərin öhdəsindən gəlmək üçün kifayət edəcək. İşgüzar danışıqlar məhsuldar keçəcək. Ehtiyac yaranarsa yeni müttəfiqlər və köməkçilər tapacaqsınız. Günün ikinci yarısında ünsiyyət seçici olacaq. Şübhəli insanlarla təmaslardan qaçmaq lazımdır. Bəzi oğlaqlar tək qalmaq istəyəcəklər. İstisna deyil ki, ilham gəlsin və yaxın zamanda həyata keçirə biləcəyiniz çox yaxşı ideyalar yaransın. Dolça bürcü 31 Mart 2026-cı il. İşlə bağlı söhbətlər, əməkdaşlıq şərtlərinin müzakirəsi və ümumilikdə ünsiyyət üçün əla gündür. Həmçinin bəzi məişət məsələlərinə və şəxsi işlərə də toxunmaq, yaxınların dəstəyini qazanmaq olar. Nə planlaşdırmağınızdan asılı olmayaraq köməkçiləri tez tapmağınıza şübhə etməyin. Günün ikinci yarısı son vaxtlar sizi düşündürən suallara cavab almağa və indiyə qədər nəyə diqqət ayıracağınızı və nəyi daha uyğun zamana saxlayacağınızı müəyyənləşdirməyə imkan verəcək. Bəzi dolçalar köhnə səhvlərin təkrarlanmaması üçün davranışlarının necə dəyişməli olduqlarını anlayacaqlar. Balıqlar bürcü 31 Mart 2026-cı il. Gün narahat keçəcək və çoxlu həyəcan gətirəcək. Baş verənləri həddindən artıq kəskin qəbul edəcəksiniz. Əhəmiyyətsiz hallara görə də narahat ola. Adi vaxtdan daha çox dəstəyə ehtiyac duya bilərsiniz. Peşəkar fikir ayrılıqları və həmkarlarla mübahisələr istisna deyil. Xoş münasibəti qurmağa çalışın. İndi açıq qarşı durmadan qaçmaq vacibdir. Günün ikinci yarısı birincidən daha uğurlu keçəcək. Sürprizlər, hədiyyələr və diqqət nişanələri mümkündür. Bəzi balıqlar sərfəli alış-veriş edə və ya pulu gələcək vəd edən bir layihəyə yatırmağı bacaracaqlar.